Hər birinizi yenidən görmək bizim üçün çox xoşdur. Ötən illərdə Bakı və Sumqayıt şəhərlərində bağça müəllimlərinin peşəkar inkişaf forumu və ibtidai sinif müəllimlərinin həmrəylik forumu layihələri ilə dəfələrlə sizlə birlikdə olmuşuq. Bu illər ərzində 3000-ə yaxın müəllimlə birlikdə ehtikamlı günlərə imza atmışıq. Tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Səndən ötürü can verməyə cümlə hazırıq. Üç rəngli bayrağınla məsud yaşa. Sən olasan Gülüstan, sənə hər an can qurban. Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan. Xoş gördük Azərbaycan müəllimim. Təkrar hər birinizi bu auditoriyada görməkdən çox şadam. Yuvam Nəşriyyatı və Pedaqoq Eduaz Təhsil Platforması olaraq artıq 10-cu ildir biz sizlə bir yerdəyik. Müəllimlər üçün tədbirlər təşkil edirik, onların maariflənməsi üçün bacardıqlarımızı etməyə çalışırıq dəyərli mütəxəssislərimizlə bir yerdə. Hər birinizi xoş gördüm. Özünüz üçün bir alqış istəyirəm sizdən. Çox zəngin biliklərlə evinizə geri dönəcəksiniz və bugünü həqiqətən də tarixinizə yazmış olacaqsınız. Bugünkü forum haqqında bildirmək istəyirəm ki, müəllimlərin bu cür forumlara qatılması, həm psixoloqları, pedaqoqları dinləməsi onların karyera fəaliyyətində çox gözəl uğurlar əldə etməsinə vəsilə olacaq və bu da əlbəttə ki, Azərbaycan övladlarının daha sağlam böyüməsinə səbəb olacaqdır. Mən düşünürəm ki, bu cür forumların təşkili həm ibtidai sinif müəllimlərinin, həm bağça müəllimlərinin birgə işləməsi, onların birgə əməkdaşlığının təmin edilməsi, varisliyin qorunması üçün çox vacib şərtlərdən biridir. Bütün bizim iştirakçılarımıza uğurlar arzulayıram. İnşallah ki, buradan çox vacib mesajları alaraq öz işlərinə davam edəcək. Zəhra Gül Salonunun nümayəndəsi olaraq burada iştirak edirəm. Biz artıq 5 ildir ki, Yuvam Nəşriyyatının forumlarının tərəfdaşı olaraq tədbirlərdə iştirak edirik və bu tədbirlərlə bağlı uğurlarımızı arzulayırıq və çalışırıq ki, daim olaraq müəllimlərimizi sevindirək. Bir daha uğurlar. Bugün müəllimlərin və pedaqoqların peşəkar forumunda iştirak etdiyimə görə özümü çox yaxşı hiss edirəm. Nəyə görə? Çünki biz cəmiyyətin bütün sferalarından olan insanlarla işlədiyimizə görə müəllimlərin də xüsusi olaraq psixoloji, emosional korreksiyaya, qayğıya ehtiyacı olduqlarını düşünürəm. Və bu günləri burada emosional yanmanın qarşısını almaq üçün verdiyimiz texnikalar əminəm ki, müəllimlərin işinə yarayacaq. Çünki müəllimlər yalnız bizə öyrədənlər deyil, həm də bizə nümunə olan şəxslərdir. Mən artıq 2-ci ildir ki, deməli, bağça və ibtidai sinif müəllimlərinin forumuna qoşuluram və keçən il olduğu kimi bu ildə tədbir çox maraqlı və çox vacib mütəxəssislərin iştirakı ilə keçdi. Bağça və ibtidai sinif müəllimlərin bu 4-cü peşəkar inkişaf forumunda mən düşünürəm ki, hər bir müəllim
özü üçün müəyyən bir mesajlar aldı, mesajlar götürdü evə və mən düşünürəm ki, burada aldığı həm nevroloqların, həm psixiatrların, psixoloqların və pedaqoqların fikirlərini istifadə eləyərək bundan sonra öz müəllimlik peşələrində daha da irəli getmək, öz üzərlərində işləmək, uşağa daha fərqli yanaşma taktikalarını mütləq şəkildə istifadə eləyəcəklər və bu cür forumların davamlı olunması çox vacibdir və bu forumlar kömək olur ki, müəllimlər hər bir mütəxəssisdən özünə lazım olan ən vacib məlumatları götürüb bu yolda düzgün irəliləsinlər. Müasir devrin ən çətin problemlərindən biri də stres yönətimidir. Müəllimlərin üzərinə bu barədə böyük yük düşür. Müəllimlərin sinifin stresini idarə edə bilməsi üçün daha güclü, daha diqqətli və daha öz donanımlı olması tələb olunan bir dövrdə yaşayırıq. Bugün çətin uşaq yoxdur. Sadəcə müəllimlər uşaqların duyğularını anlasa, davranışlarını mənalandıra biləcəklər. Sevinç xanıma və Yuvam nəşriyyatına öz təşəkkürümü bildirirəm. Məni dəvət etdiyinə görə bütün müəllimlərə can sağlığı arzu edirəm və düşünürəm ki, bu böyük məsuliyyəti şərəflə davam etdirəcəklər hər zaman. Bugün İTÜ qrupun rəhbəri Zaur Cahangirov olaraq tədbirin aparıcılığını mən edirəm və Yuvan nəşriyyatının 4-cü forumunda iştirak etməkdən zövq alıram. Və düşünürəm ki, bu forumda çıxış edən hər bir şəxs bugün bizə bir şeylər qatdı və ən əsası uşaqlarımızın məktəbə qədər dövrdən özünü daha yaxşı hiss etmələri üçün müəllimlərinin, tərbiyəçilərinin təkmilləşməsi lazımdır və bu istiqamətdə görülən işlər daimi olmalıdır. Yuvam nəşriyyatı və təhsil psixologiya platforması olaraq artıq neçənci dəfədir bu ənənəni davam etdiririk. Bugün Bakı şəhərində bağça və ibtidai sinif müəllimlərinin 4-cü peşəkar inkişaf forumunu təşkil etdik. Bir-birindən dəyərli spikerlərlə, 300 nəfərə yaxın müəllimlə möhtəşəm bir günə imzamızı atmış olduq. Növbəti görüşlərədək sağ olun.